Bəli, əziz tamaşaçılar, belə ki, Təhsil Tələbə Kredit Fondu tərəfindən akademik göstəriciləri yüksək olan məzunların kredit vəsaitlərinin müəyyən hissəsi dövlət tərəfindən ödənilir və fonda da yeniliklər var və telefon xəttində Təhsil Tələbə Kredit Təşkilatının ictimaiyyətlə əlaqədar şöbəsinin rəhbəri ilə Gülnar xanım Zeynalovadır. Gülnar xanım, sabahınız xeyir olsun. Sabahınız xeyir. Sabahınız xeyir olsun. Necəsiz? Yaxşıyam, çox sağ olun, siz yaxşı olasınız. Təşəkkür edirik. Gülnar xanım, yeniliklər nədən ibarətdir? Təhsil Tələbə Krediti Fondu olaraq Cənab Prezidentin müvafiq fərmanı ilə Elm Təhsil Nazirliyinin tabeliyində yaradılmış Təhsil Tələbə Krediti Fondu artıq 4 ildir ki, tələbələrin təhsilə əlçatanlığının təmin olunması, təhsilin əhatə dairəsinin genişlənməsi və təhsildə bərabər imkanların yaradılması istiqamətində fəaliyyət göstərir. 25-26-cı tədris ilində Təhsil Tələbə Krediti olaraq bir sıra mühüm qərarlar qəbul olundu. Bunlar ali təhsil pilləsi və orta ixtisas təhsil pilləsinə aid edildi ki, belə ki, SAT imtahanı nəticələri ilə 1200 bal minimal bal həddi təyin olundu ki, tələbələr bakalavriat təhsil səviyyəsi üzrə birinci təhsilin ilk semestrindən standart TTK-yə müraciət edərək kreditdən yararlandılar. Digər ikinci mühüm qərar isə orta ixtisas təhsili pilləsində xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə qəbul imtahanında toplanılan minimal bal həddi 40 bal təyin olundu ki, burada da tələbələrimiz kreditdən yararlanmaq imkanı əldə etdilər. Məlum olduğu kimi, təhsil tələbə kreditlərindən ali, orta ixtisas, peşə təhsili səviyyələrində əyani və ödəniş əsaslarla təhsil alan tələbələr yararlana bilirlər. Peşə təhsili səviyyələri üzrə də indiyənədək texniki və yüksək texniki peşə təhsili səviyyəsində oxuyan tələbələr kredit imkanlarından istifadə ediblər. Növbəti tədris ilindən etibarən isə ilkin peşə təhsili üzrə də təhsil tələbə kreditlərinin verilməsi nəzərdə tutulur. Qeyd edim ki, bununla bağlı qanunverici layihəsi artıq hazırlanmış və təsdiq üçün müvafiq orqana təqdim edilmişdir. Günlar xanım, istədik sizə bir sual ünvanlayaq. Bugünə qədər təhsil tələbə kreditindən nə qədər vəsait ayrılıb? Bugünədək təhsil tələbə kreditləri üzrə ümumilikdə 64 milyon manatdan çox vəsait xərclənib ki, həmin vəsaitin təxminən 39 milyon manatdan çoxu standart, 25 milyon manatdan çoxu isə sosial növ təhsil tələbə kreditlərinin payına düşür. Gəlin mən sizə 2025-ci təqvim ili üzrə statistikanı qeyd etsək, indiyənə qədər 2025-ci təqvim ili üzrə 24 minə yaxın kredit müqaviləsi rəsmiləşdirilmişdir ki, bu müqavilələrə xərclənən vəsaitin həcmi 23 milyon manat təşkil etmişdir. Təşəkkür edirik Gülnar xanım ətraflı məlumat üçün. Gününüz uğurlu olsun.